Yəni mən satıcı vakansiyası üçün gəlmişəm. Fəhlə vakansiyası üçün gəlməmişəm. Səmimi ata-qız münasibəti yox idi. Tələbə evi travmadır hamı üçün. Sevgi də olmasa olardı, kimin həyatında hər şey tamdır ki. Yemək bişirməyi bilmirdim. Oğlanlar daha tez yola gedir axı qızlara nisbətən. İş həyatı məni tamam dəyişdirdi. 2-3 dənə bir qazdan atmışdığım var. Tələbələrdən çox istifadə edirlər. Bunlar nəyə saxlamış burada? Salon, ambarı, oranı təmizləsən. Həyatımın dönüş nöqtəsi oldu da. Həm ev, həm iş, həm dost. Belə deyirəm, nə yaxşıdır. Heç nə təhsildən ibarət deyil. Hər kəsə salam. Siz bu gün Tələbə podkastına baxırsınız. Bugünkü qonağımız Lalə xanımdır. Xoş gördük Lalə. Salam, xoş gördük. Mən Lalə, 18 yaşım var. Gəncədə anadan olmuşam. Bakı Slavyan Universitetinin jurnalistika ixtisası üzrə 2-ci kurs tələbəsiyəm. Özün necə hiss edirsən bu gün burada? Çox rahat. Həyəcan heç yoxdur. Bu gün bizim podkastımızın ilk bölümüdür. Lalə də bizim ilk tələbə qonağımızdır və ümidvarıq ki, bu gün ondan çox maraqlı söhbətimiz olacaq. Lalə ilə başlayaq. Sən özünü təqdim elə biraz. İzləyicilərimiz səni tanısın. Mən Lalə, Gəncə şəhərində anadan olmuşam, amma uşaqlıq illərim Goranboy rayonunda keçib. Sonra ailəm ayrıldıqdan sonra Gəncə şəhərinə köçmüşük. Təhsil ilim elə Goranboy rayonunda olub, uşaqlıq illərim falan. Amma heç Gəncədə çox qalmamışam da. Tələbəlik illərimdə elə Bakıda. Goranboyda uşaqlıq illərin necə keçib? Orada ən çox sənin yadında qalan nələr olub? Mən uşaqlıqdan çox asosial biri olmuşam. Yəni dost mühiti məndə çox olmayıb da. Ona görə də belə ancaq oxumaq, belə mükəmməl bir uşaqlıq ili yoxdur. Yəni dostlarla falan olan bir uşaqlıq ilim yoxdur. Asosial olduğuna görə sadəcə istəyirdin ki, oxuyasan, təhsil alasan. Hə, və universitet illərini daha mükəmməl gözləyirdim ki, dost çevrəsi əla olacaq. Yəni burada olmayıb, amma orada olacaq. Asosiallığının çıxışını orada görürdün. Hə, amma fərqli oldu burada da. Balaca bir uşaq üçün Gəncəyə köçmək sənə necə təsir bağışladı? Oradakı, yəni dəyişikliyə tez adaptasiya ola bildin? Adaptasiya ola bildim, elə bir çətinlik bir şey yox idi. Sadəcə olaraq Goranboydan keçəndə biraz orada təhsil eləyim, məktəb falan belə insan biraz qəribə olurdu. Duyğusallaşırdı ki, buradakılar burada qoyub gedirəm hər şeyi. Gəncə daha yaxşıdır sənin üçün yoxsa Goranboy? Heç bir. Bakını daha çox sevirsən? Yox, Bakını da sevmirəm. Yəni məndə belə bir şey var. Harda xoşbəxtəmsə oranı sevirəm də. Yəni hələ ki o aid olma hissini olan yeri tapıram da. Sənin üçün özün daha önəmlidir, nəinki məkan fərqi yoxdur. Hazırlıq dönəmin necə keçirdi Gəncədə? Yəni universitetə necə hazırlaşdın? Hazırlıq dönəmim məndə 9-cu sinifə kimi hər şey əla idi da, yəni əla idi deməyim, orta idi. 9-cu sinifdən sonra bizdə mən valideynlərim ayrılandan sonra artıq biraz tamam fərqli mühit, tamam fərqli ətrafdan gələn o reaksiya tamam fərqli oldu. 9-cu sinifdən sonra imtahanı verdim. Elə bir çətinlik yaşamadım, amma hazırlıq müddətində hansı ki 11-ci sinifdə daha çox üzərimə düşürdü. Məncə bu hər abituriyentdə başına gələn şeydir. Gəlib. Məndə də riyaziyyat çətin idi. Ona görə yəni mama da belə şey eləyirdi ki, sən oxumalısan, riyaziyyatdan yaxşı bal toplamalısan. Sırf riyaziyyatda yəni. 3-cü qrupda olan hər bir tələbənin başına gəlmiş o mistik olaydı ki, riyaziyyat onların böyük problemidir. Amma mən riyaziyyatı sevmirdim deyə 3-cü qrupa verməmişdim. Tarix, ədəbiyyata dəhşət marağım var idi və tarixi dəhşət sevirdim deyə 3-cü qrupu vermişdim. Ona görə də 3-cü qrupda mən də tarixə belə köklənmişdim ki, tarixi yaxşı oxuyum. Tarix 3-ə qədər tarix oxuduğum vaxt olmuşdu. Yəni 3, 4 baxmırdım da. Deyirdim ki, tarixdən balım çox gəlsin, riyaziyyatdan o necə deyim, o açıqlığı örtsün də. Riyaziyyatın eybini tarixlə örtmək istəyirdin. Elə bir şey olmuşdu. Ondan sonra da tamam fərqli şeylər oldu. Belə çox oxumaq falan, yəni həqiqətən mənim sağlamlığıma təsir göstərmişdi. Həkimə getdik biz. Çünki məndə belə bir şey var idi ki, hazırlıq müddətində dərs prosesində yatırdım. Səs falan heç bir şey eşitmirdim. Mama çağırırdı, dur, hazırlığa get falan. Yəni tamam sıfır səs. Düzdür, bu mənim uşaqlığımda var idi. Amma valideynlərim dava-dalaş olanda o şey məndə var idi. Mənə biraz pis təsir göstərdi. Belə ondan sonra keçmişdi. Bir də hazırlıq mühitində olmuşdu bu. Müəllimin dərs danışamamı mən yatırdım da yəni. Yəni ailəvi problemlər sənin psixologiyana çox təsir elədi normal olaraq. Bu da dərslərinə müəyyən qədər yansıyıb. 11-ci sinif hazırlığa gedə bilmədim.
başladım. Yəni onsuz 7-ci sinifdə mən yəni psixoloq yanına gedirdim. Amma 11-ci sinifdə sırf bu narkolepsiyada, yəni nevropatoloqa müraciət elədim. Nə bilim, yəni bir çox həkimlərdə Bakıdaydım da, sırf yəni elə ancaq müalicə ilə belə 11-ci sinifdə də əslində çox bal gözləyirdim, amma hazırlığa getməməyin qarşısında şükür eləmişdim. Balların qalxdığı dönəm idi. Hə, çox qalxmışdı. Dedim ki, yəni yaxşıdır da, elə mən buna şükür eləyim. Getməyə belə bu qədər bal yığdın. Ailənlə olan problemlər, məsələn, ailən ayrılmışdı həmin dövrdə ki, bu sənə çox təsir eləyib. Atanla əlaqən nə yerdə idi həmin dövrdə? Mən əvvəlcədən də, yəni birgə olan vaxtlarda atamla aram o qədər yaxşı deyil. Yəni necə yaxşı deyildi? Səmimi ata-qız münasibəti yox idi. Ailə ilə də ki, belə, yəni mən çox ailə belə o yox idi da. Yəni əvvəlcə ortam olmalıdır ki, sən özünü elə hiss eləyə biləsən. O ortam yox idi deyə məndə o hiss yox idi da. Yəni biraz valideyn sevgisi, qayğısı az olduğuna görə. Yəni elə bir şey də deyə bilərik. Sən artıq atanın olmaması sənin üçün müəyyən boşluğa salmadı da, səni belə desək? Yox, boşluğa salmadı deyəndə, yəni normaldır, hər kəsdə belə bir şey. Yəni mən özümü belə eləmişdim. Yəni sevgi də olmasa olardı, kimin həyatında hər şey tamdır ki, belə formalaşdırmışdım mən özümü. Yəni həyatında nə isə çətinləşdirmədi, onu da deyə bilərik, atanın olmaması. Çətinləşdirdi. Yəni mənəvi cəhətdən təbii ki, çətinləşdirdi. Əlbəttə. Amma mən buna belə şey kimi baxmadım da özümü. Böyük bir problem kimi. Bilirsiniz, o çətinlik zaten var, amma sən özün də ona belə çətinlik gözü ilə baxanda daha da çöküş yaşayırsan. Amma sən ona o gözlə baxmayanda o çətinliyi balaca bir problem kimi görürsən də. Var, amma sən bunu özündə böyütmədin və problem kimi yanaşmadın ona. Bəs ananla olan münasibətin necədir? Ana ilə olan münasibətim, yəni orada mükəmməl ana-qız yoxdur da, yəni orada da orta belə. Sadəcə ana-qız var. Sadəcə çox mükəmməl deyil, başa düşdü. Mən soruşmaq istəyirəm, sən bayaq dedin, mən tarixi çox sevirdim. Niyə məhz tarixi yox, jurnalistikanı seçdin? Yəni tarixi çox sevirdinsə, yəni uşaqlıqdan tarixçi olmaq həvəsin var idi və ya tarixşünas? Tarixçi bir həvəsim yox idi. Tarix mənim üçün hobi idi. Yəni maraqlı gəlirdi araşdırmaq. Məndə uşaqlıqdan var idi. İlk insan necə olub, necə yaranmışıq? Hər şeyə maraq var idi. Hə, belə şeylərə maraq. Və o sualların cavabını mən heç vaxt tapa bilmirdim. Nənəm müəllim idi. O da çox az məlumat verə bilirdi də, yəni. Amma özüm oxuduqca o sualların cavabını özümdə tapırdım. Elə deyəsən bu problemlərə çöküş elə oradan başlayıb da məndə. Yəni bu hər şeyi axtarmaq həvəsi səni jurnalistikaya gətirdi, çıxardı. Slavyan Universitetinin jurnalistika fakültəsinə qəbul olduğunu eşidəndə özünü necə hiss elədin? Yəni belə necə deyim, gözlənti olur da. Əvvəlcədən sən beynində təsəvvür yaradırsan ki, belə olacaq, elə hiss eləyəcəm. Həyəcanlı olursan hər şeyə qarşı. Amma elə bir şey yox idi. Mən girmişəm də. Normal. Çox normal qarşıladın ki, universitetdə də qəbul olmuşam. Olsun da, yəni nə olub ki? Slavyan Universitetini istəyirdin yoxsa başqa yer istəyirdin ora düşsən? Mənim belə universitet kimi bir kriteriyalarım yox idi. Yəni Bakı Dövlət olsun, Bakı Slavyan olsun, ixtisas kimi baxırdım ki, mən bu ixtisas olsun. Rayondan Bakıya gəlmək sənin üçün yeni bir level idi həyatında ki, böyük ümidlərlə gəlmişdin. Bir yerdə universiteti çıxış yolu sayırdın özün üçün. Bakı səni necə qarşıladı? Bakıya gəlin ilk günlər necə xatırlayırsan? İlk günlər, yəni belə durğun bir həyat, sakit bir həyat. Çox sakit. Hə, çox sakit. Belə dost çevrəsi gözləyirdim ki, mən universitetə getdiyim ilk gün belə dostlarım olacaq, yaxşı olacaq da əla. Amma elə olmadı. Əksinə mən biraz Asosiallığın sənə imkan vermədi, yoxsa mən bunu da qarşı tərəflərdə görmürdüm. Özüm bunu elə bir müdafiə mexanizmi kimi görürdüm ki, bu mənim müdafiə mexanizmimdir. Yəni belə olmalıdır. Mən asosialam deyə belə oldu. Mən belə olmalıyam da. Hətta qrup yoldaşım istəyir yanımda oturma. Yox, oturma mənim yanımda. Mən tək oturmaq istəyirəm. Universitetin ilk günündə eyni cür oldu da, sən də onda belə deyək ki. Aha, yəni tək idim. Yəni ilk semestr deyim ki, tək qrup yoldaşım zorla Kübariyə hətta mənə çox belə şey eləyirdi ki, danış. O da belə əyləncəli, pozitiv insandır. Sən çox asosialsan, o da çox sosial qızdır. Birbirimizi əksi. Sonra mən ilk semestrdən sonra dedim ki, bu insanın takılım belə şey olum, qoy biraz asosiallığım getsin. Hə, biraz getsin. Ondan sonra tamam, amma əksinə insanla takılmaq deyil də iş həyatı məni tamam dəyişdirdi. Bəzən olur insanın həyatındakı böyük bir dəyişiklik onun özündə olan müəyyən xüsusiyyətləri formalaşdırır ya tamamilə yox eləyir. Bu da səndə iş həyatında olub.
İş həyatına keçməzdən qabaq soruşmaq istəyirəm ki, universitet nəyə görə sənin üçün çıxış yolu sayırdın? Nə üçün onu yəni qurtulmaq kimi düşünürdün universitetə qəbul olmağı? Çünki yəni mənim ailəm dedim ki, ailə birgəlik bir şey yox idi. Bir o necə deyə, ailə canlılıq, ailə istiliyi deyə bir şey görməmişdim. Eynən olsun dost həyatında da, yəni dost münasibətim də yox idi. Mən özümə elə bir özümə divarlar örmüşdüm. Amma düşünürdüm ki, universitet həyatı tamam fərqli olacaq, fərqli insanlarla qarşılaşacağam, yəni həmçinin əla olacaq da. Mən sırf dost həyatına baxdım. Hamımız o xəyallarla başlayırıq. Universitet çox möhtəşəm olacaq, gedəcəyik, yeniliklər, hər şey bomba gəlib görsən ki, dərs keçirir ancaq. O qədər gözlədiyimiz kimi möhtəşəm keçmir təəssüf ki, universitet. Məncə bu serialların bizə dayatması deyə baxırıq görürük ki, insanlar necə əylənir. İlahi, universitet yeni bir həyatdır, çox möhtəşəm keçirdi hər şey. Sən həyatın ən gözəl çağlarını universitet olaraq görürsən. Təbii ki, bu biraz yaşına da əlaqəlidir, amma xəyallarımız suya düşür həqiqətən də universitetə qəbul olanda. Buradan uşaqlara da, abituriyentlərə də mesaj olsun ki, uşaqlar, universitetə qəbul olmaq belə seriallarda kimi olmur da qətiyyən. Yəni, orada da dərs oxumalı olursunuz. Orada da imtahanlar təəssüf ki, yaxamızı buraxmır. Danışdıq Bakıdan falan. İlk vaxtlar çətin olub da sənin üçün Bakıda olmaq falan. Belə yollar necə öyrəndin məsələn? Mən yəqin ki, burada mən tək deyiləm. Bakıya gələn bütün tələbələrin ilk problemi yollardır. Naviqasiya. Google Maps sağ olsun. Sağ olsun. Yəni, o şəkil çox rahatdır. Yəni bir şey çətinlik çəkmirdim. Mən məsələn yadıma gəlir, mən universitetə qəbul olanda mənim bir qrup yoldaşım var idi, o da rayondan gəlmişdi. Çox çətin idi. Bizim bir müəllimimiz var idi. Ona zəng eləyirdi həmişə ki, müəllim buradan bura necə gedim, buradan bura necə gedim. Çox çətinliklə biz ona Bakının yollarını öyrətdik, amma əsas o da öyrənib bu gün o Bakını rahat tanıyır. Rahat imiş, yəni o soruşa bilirmiş. Mən heç yəni yolda insanlardan da soruşa bilmirdim. O heç kimdən soruşmurdu, o da elə sənin kimi. Ancaq müəllimə yığırdı ki, mənə bir dənə başa salanda buradan ora necə gedə bilər. Ev məsələsini necə həll elədin bəs? Yataqxanaya müraciət eləmişdin əvvəlcə? Yataqxanaya son vaxtlar müraciət etmişdim. İlk vaxtlar yataqxanada qalmaq istəmirdim, çünki mən işlədiyim bilirsiniz də işlə yataqxana uyğun gəlmir. Qızlarla qalırdım ilk müddət. Onu da yenə özüm tapmışdım. Hər şey özüm eləmişdim. Sağ olsun, mama da kömək eləmişdi. İlk vaxtlar zaten rayondan, Gəncədən gələndə, yəni rahat idi da, yəni mama kömək eləmişdi, maddimsel olaraq kömək edirdi, amma müəyyən müddət özüm işləyəndən sonra artıq fərqli idi o, fərqli. Tamam o şeydən çıxırdın, atmosferdən. Ailə dəstəyindən falan uzaqlaşdın, hər şey artıq özün eləməyə başladın. Yox, kömək gəlirdi, amma ilk vaxtlar kimi deyil də. Yenə də biraz qısıtlamalar olurdu. Amma özüm də eləməyə çalışırdım. Özün öz ayaqlarının üstündə durmağa çox can atırdın və bunu bacarmısan. Bildiyim qədərilə çox tez-tez ev dəyişmisən. Bu nə qədər çətin olurdu sənə və niyə bu qədər ev dəyişirdin? Ev dəyişmək deyəndə belə idi ki, əslində otaq yoldaşlarımla heç bir münaqişəm olmur da. Yəni mən eləyərik, olar. Yola gedən adamsan. Belə bir insanam ki, dava çıxmasın. Çünki bu uşaqlıq dövründən də gələn bir şeydir ki, dava olmasın, dava yaranmasın. O da yenə ailəvi problemlərin səndə yaratdığı onunla bağlı bir şeydir. Mən də çalışırdım ki, hər kəs yola verim, amma müəyyən müddət sonra görürdüm ki, artıq bir yerə qədər də sən nələrsən belə rahat qarşılayırsan, yola verirsən, amma qarşındakı sən elə o şeyindən istifadə eləyir. Fərqli xasiyyətlərdə insanların bir yerdə yaşamaq həqiqətən çox çətindir. Düzü mən tələbə evində yaşamamışam, amma tələbə evində yaşayan tanışlarım və dostlarım çoxdur. Yəni onların artıq universitet gəlişindən hiss eləyirsən ki, evdə nəsə problem var və çox çətindir. Çünki heç tanımadığın insanlarla 4 il olmasa belə 1 il, bir semestr sən bir evdə yaşayırsan, öyrəşmək çox çətindir, bölüşmək işləri çox çətindir. Yəni həqiqətən tələbə evində yaşamaq ümumiyyətlə çətindir burdan. Və hətta sən bu tələbə evində yaşayarkən universitet həyatından bir əlavə də iş həyatı olanda bu ekstra bir çətinlik yaradır sənin üçün də, yəni yola verə bilmirlər falan. Yəni çətinlikdən əlavə başqa necə idi sənin üçün tələbə evində olmaq? Yəni məsələn, yemək bişirməyi bilirdin? Yemək bişirməyi bilmirdim. Burada 2-3 dənə bir qazan atmışdığım var. Yəni çünki onu yumağa mənim vaxtım yox idi. Burada dərsə gedirdim, dərs oxu, sonra iş. Mən onu yumağa heç çatdıra bilmirdim də, yəni. İlk qaldığım qızlarla elə bir problem yox idi. Məsələn, məndə belə bir şey var, sakitcə belə görüşək, ayrılaq, belə bir şey var idi məndə. Elə də oldu, yəni. Sonradan ev sahibəsi olan bir evdə qaldım. Orada bilirsiniz ki, ev sahibilə olan ev biraz daha çətin, amma belə daha necə deyim, o insanlar daha belə istiqanlı idi, daha yaxşı idi, amma yenə də onda biraz çətinlik tərəfləri var idi. Oradan elə
mən köçdüm, otaq yoldaşımla çox yaxşı şey eləyirdik də, yəni ki, yaxşı idik. Mən isə dedim ki, özümə dost tapmışam. Axır ki, Mən deyirəm, gülürəm. Onsuz dediyim kimi iş həyatına, ev sahibəsinə qaldığım müddətdə özümə iş də tapmışdım. Deyirəm, nə yaxşı ev tapmışam. hər şey qəşəngdir. Bu arada həmin köçdüyüm yerdə ondan sonra elə bil həyatımın dönüş nöqtəsi oldu da. Həm ev, həm iş, həm dost. Belə deyirəm, nə yaxşı da. İstədiyim hər şeyi tapdım mən. Deməli, bunlar məni sonrakı şeyə hazırlayırmış. Kirayə həyatında qalanda çətin ya da gülməli hansı hadisə danışa bilərsən bizə? Çətin və ya gülməli olan. İkisindən birini seçib danışa bilərsən. Çətin olanlar. Çünki gülməli elə bir hadisəm yoxdur. Tələbə bir travmadır hamı üçün. Yəni çox nadir adamlar tapırsan ki, və adətən oğlanlarda olur. Çünki oğlanlar daha tez yola gedir axı qızlara nisbətən də. Onların tələbə evində xoş xatirələri var. Necəsə baş çıxardıblar. Amma qızların tələbə evi ilə bağlı həmişə çox çətin anıları olub. Bizdə də elə bir xatirə var. Biz otaq yoldaşımla tanış olmuşuq. O qaxlıdır. Mən də bununla köçürük, amma çox az bir müddətdə tanış olub, yəni belə bu qədər mehriban olmuşuq. Dedik ki, biz bir evə köçək, amma təbii ki, 2 nəfər üçün mərkəzdə uyğun qiymətə bir ev tapmaq biraz çətin idi. Ona görə də biz dedik ki, Masazıra keçək. Mərkəzin Masazıra. O da çox çətin oldu. Yəni ora dəhşət çətin idi. Çox sakit yer idi. Yəni şəhərdən kənarda mən çox yaxşı deyirəm, baş dincliyi idi. Amma gəlmək, yəni şəhərə tez-tez gəlmək vacib idi də. O da onun üçün də mənim üçün də. Universitetlə əlaqəli. Biz vəşlərimizi yığmışıq, axşamsı gedib ev təmizləməliyik. Taksi çağırmışıq ki, kiçik əşyalarımızı götürək, yük daşımanı çağıranda şey olar da, bizim üçün daha rahat olar o bir əşyaları götürmək. Və taksiçi bizə verir. Siz deyir, normalda bu oğlanlarda olurdu, qısa müddətdə tanışıb mehriban. Siz nə yaxşı yəni? Nə yaxşı bu qədər mehriban olmusunuz. Yəni qızlarda deyir, mən 2 səfər görürəm ki, və qısa müddətdə tanış olsunlar, belə mehribanlaşsınlar. Amma taksiçinin sözündə haqq var. Qızlar çox çətin belə yaxın mehriban olurlar. Nəticəsi də pis oldu bana görə. Yaxın tez mehribançılığın axırı həmişə pis qurtarır. Həmişə belə olur. Bilmirəm, bəlkə də fərqli olanlar var, amma çox vaxt tez tanış olub mehriban olduğun adamla bir də görsən səbəbsiz yerə nəsə oldu, dağıldı münasibət, çox təəssüf olur. Onun adam özünü çox pis deyir ki, ayda kəş eləməzdim o vaxtı. Oğlanlar da mı qətiyyən bunu görməmişik. Çox mehriban olurlar. İlk iş təcrübən necə olmuşdu? İlk iş təcrübəm elə ev sahibəsi yaşadığım evdə, yəni aşağıda market var idi. Orada işləyirdim. Satıcı kimi işləyirdim. Belə bir şey var idi ki, təcrübəsiz idim. Az bir maaşa belə istəyirdim ki, olsun, yəni əsas iş olsun. Əsas iş olsun. Yəni bu qədər verilərsə deməli çoxdur da. Və sahibkarlar artıq sənin təcrübəsizliyindən istifadə edib səni manipulyasiya etməyə başlayırdı. Başqa yerlərdə bu qədər vermirlər. Başqa yerlərdə premyera yoxdur. Başqa yerlərdə öz işləri getsin deyə necəsə söhbəti fırladırdılar, baş valladılar. Sən deyirsən ki, deməli bu insanlar necə də yaxşıdır. Sənə bu qədər yaxşılıq edir, amma əksəriyyət bir şey yoxdur. Kimsə kiminsə yaxşılığını istəməz, öz işi getsin deyə. Bu bütün mövzularda belədir. Hamı istəyir ki, əsas öz işi getsin və təcrübəsiz adamlardan, hələ ki tələbələrdən çox istifadə edirlər. Çox istifadə olunur. Amma mən də təcrübədir deyə belə pis olmadım ki, mənim başıma bunlar gəldi, belə oldu, elə oldu. Dedim təcrübədir, əla, belə bir şeylər gördüm də. Deməli bu tip insanlar da var imiş. Yaxşı tərəfdən baxırsan yaşadığın pis hadisələrə. Mən də bizdə mamadan fərqli olaraq məndə elədir. Mama mənfi yönünə baxır. Ona görə də biraz bizim sözlərimiz üstə düşmür. Mən amma pozitiv tərəflərinə baxmağa çalışıram. Dərs çıxardım. Deməli belə insanlar da var imiş həyatda. Yəni əgər elə etməsəydim, yəni məncə mən çöküşdə olardım da. Tamam deyərdim ki, sıfırlanardım. Polyannasan. Bütün hadisələrə müsbət baxırsan. Qrup yoldaşlarım da elə deyir. Mənə də o söz deyirlər. Mən də düşünürəm ki, yəni düzdür, ola bilər, həmişə həyatda yaxşı hadisələr olmur. Pis şeylər də baş verir ki, biz nəsə dərs çıxardaq və ya nəsə öyrənək burdan. Amma insanlar tanıyıram ki, bir hadisə baş verir nəsə də. Bu adam o qədər özünü depressiyaya salır, o qədər özünü pis eləyir. Olub da, olan olub, torba dolub bir məsələ var. Artıq sən oradan yaxşı bir nəticə çıxartmalısan və bir də onu eləməməlisən. Yəni pozitiv baxmaq lazımdır, amma da hər şeyə də yox.
Elə də olur. Mən uşaqlığımdan, yəni öz xarakterimi tanımadan böyümüşəm. Mən necə biriyəm, nəyi sevirəm. Həmişə uşaqlıqdan, yəni abituriyent vaxtlarında bunu sorğulamışam. Niyə? Çünki artıq sən özünə divarlar quranda, özünə o xarakteri otuzdurursan ki, mən insanlarla asosial olmalıyam, amma halbuki içsəl olaraq sən belə bir insan deyilsən. Asosial deyilsən, kinli deyilsən, amma sən məcburiyyətdən o müdafiə mexanizmi deyirik, onu öz üzərinə hopdurmağa çalışırsan ki, belə olmalıyam, amma əslində belə biri deyiləm. Həmişə deyirəm ki, görəsən mən necə biriyəm? Yəni Özümü mən kəşf eləyirdim. özümü kəşf eləyirdim. Deyirdim ki, elə bir şeylər olsun ki, mən təcrübə qazanım. Təcrübədə insan özünü də tanımağa başlayır. Əlbəttə. Və nələrdənsə dərs çıxarsan. Yəni mən bu hadisəyə necə reaksiya verdim, necə oldu? Yəni mən necə insanam? Bunu iş həyatımda demək olar ki, mən öyrənməyə başladım və deyirdim ki, dediyim şeylərdə yaşayıram da, təcrübə istəyirdim. Okay, təcrübə də yaşa. Biraz da uzaq görən olduğunun da nəticəsinə varırıq burdan. Çünki hər adam bunu eləyə bilmir həqiqətən də. İstənilən situasiyada məsələn nəsə baş verir. Baş verməmişdən qabaq sən onu hiss edirsən və ya uzaq görənlik edirsən ki, maksimum bu ola bilər. Bu olsa mən bu nəticəni çıxaracağam. Yəni belə düşünəndə də biraz əslində təsiri olur. İnsan yəni həmin şeyi yaşayandan sonra çox pis olmur, çünki ən azından deyir ki, mən bunu bilirdim, təxmin eləyirdim belə olacaq. Belə o şey deyirlər, yəni daha az şok yaşayırdım. Az təsir eləyir sənə, çünki bilirdim belə olacağını. Kira ilə bağlı bir şey də soruşmaq istəyirəm. Bizdə məlum məsələdir ki, artıq universitetlər açılanda bütün tələbələr Bakıya gəlir, yeni qəbul olmuşlar və ev tapmaq çox çətin məsələdir həqiqətən də. Və kirayə qiymətləri dəhşət bahadır. Necə sən mübarizə apardın bu kirayə ev tapmaq və pulla bağlı? Necə deyim? Məndə bir xatirə də var. Deməli, otaq yoldaşımla artıq o bir evdən çıxırıq, ikimiz bir evə və kirayə evlərə baxırıq. 900-800-dən aşağı sən orada kira bahadır. Yəni sən əgər normal bir ev istəyirsənsə də bizə 400-500 ev, yəni o da hələ 2 nəfər üçün çoxdur. Ev axtarmışıq, danışırıq eyyəsinə. Deyir ki, hə, burada deyir 3 qız qalırdı. Vaqonlar tərəfdə belə bir evdir, sahəlikdir. Tamam, ətrafı pisdir də, amma 28-dədir. Əsas odur 28-dədir. Və deyirlər ki, sən burada deyir 3 qız qalırdı. Hə, niyə çıxdılar? Bəs heç evdə strov var idi ona görə. Deyir ki, biz necə yaşayacağıq? Deyir, çox normal səbəb kimi verir bunu. Deyir, narahat olmayın deyir. Mən gəlib sizə tələ quraram da, yəni. Çox sağ ol, əziz. Mən anlamıram. Bu birincisi ev qiymətləri çox bahadır. Tələbələr üçün məncə biraz endirim falan eləməlidirlər nəsə. Və çox çətindir. Həm Bakıya təzə gələn adam üçün birincisi o kirayə pulunu ödəmək çətindir. Çünki tələbələr var ki, ailəsindən dəstək ala bilmir. Onlar özü ödəyəcək o kirayəni. Və bu çox çətindir. Bir adam Bakıya təzə gəlib, iş tapmayıb, 2 gündə universitetə gedir və aylıq fikirləşir ki, mən bu 700 manatı necə ödəyəcəm? Çox böyük problemdir. Belə dolanda məcbur 700-800, yəni başlayır artıq qızlar, fərq yoxdur, oğlanlar da ola bilər. Tələbələr çox adamla qalmaq ki, yəni hər aya kira az düşsün. Ən azından az düşsün, rahat ödəyə bilim. Amma belə də olanda problemlər yaranır. Yəni çox insan, hər kəsində necə deyək, fərqli xasiyyətləri var. Bir evdə qalmaq biraz çox problemlər yaradır. Adam adi bacısı ilə qardaşı ilə bir otağı bölə bilmir. Ayrı-ayrı otağı da bölə bilmir. Bir də düşünsən, tanımadığın adamlarla, nə bilim 4-5 nəfərlə, hətta 6 nəfərlik evləri görmüşük biz. Necə yerləşirlər o evlər? Bunun dərs oxumağı var, nə bilim. Yataqxanaya müraciət eləyəndə necə olmuşdu bə? Masazırda onda otaq yoldaşımla yaşayırdıq. Mən artıq mənə bir vaxt qoyulmuşdu. 8 saat ərzində mən evdən köçməli idim. Mən robotam. Bu sürətlə necə köçüm evdən? Mən də okey olar, köçərəm. Hə, yəni rahatam da, tapacam olsun. Mən evləri də təsadüfən mən son saniyə tapan bir insanam. Ona görə də belə problemlər yaşayıram. Belə problemlər yaşayıram da. Dedim ki, yazdım, tanışım dedi ki, tələbə evinə müraciət elə. Bakıslavyanında tələbə yataqxanasına müraciət etsən. Baxdım belə yataqxananın sanitar qovşağının videosunu mənə atdılar. Dəhşət. Yəni burada qızlar qalır. Populyar olmuşdu o video. Videosu da yayılmışdı. Mən danışdım həmin şəxslə. Dedi ki, bəs bizdə təmir üçün artıq tələbə qəbul olunmur. Mən də halbuki yazmışdım ki, mənə təcil lazım sabah üçün. Mən köçmək istəyirəm. Dedi, filan kəs bəyə müraciət eləyin. Elə onun o icazə versə mən sizi götürərəm. Hətta icazə. Axşamsı mən həmin şəxsə yazdım. Yəni hətta nə qədər vacib olduğunu vurğulamışam ki, mən səhər köçməliyəm artıq. Mən belə bir reaksiya verir. Sabah baxarıq.
Belə sabah baxarıq. Çox belə yol vermiş reaksiya verir, sabah baxarıq. Hə, yəni sabah yazarsız baxarıq. Mən heç yazmadım. Artıq tələbə yataqxanasından əlimi üzmüşdüm. Dedim öz şəxsi evə baxım. Belə. Tələbə yataqxanalarında diqqət çox ayrılır, yerdə çox az ayrılır. Çox az ayrılır bu arada. Bakı Slavyan Universitetinin sanitar qovşağını sosial mediada çox populyar eləmişlər ki, populyar olması bir mövzudur. Çox pis bir vəziyyətdə idi və orada həqiqətən qızlar üçün daha pis idi. Sanitar qovşağı gördük, bilmir indi o pis hissələri necədir. Yəni mən düşünürəm ki, şəxsən öz fikrimdir. Sanitar qovşaq o gündədirsə, bəlkə Allah bilir digər tərəflər nə gündədir və inanırsan o qədər o mövzu müzakirə olundu, ora danışdılar, bura danışdılar və s. heç bir nəticəsi olmadı. Hələ də o qovşaq da o gündədir, tələbə yataqları da o gündədir. Nə bilim, amma çox pisdir. deyilənə görə təmir olunur. Hələ təmirə təzə bağlayıblar. Ümidvarıq ki, sanitar qovşaqlara bir əl atarlar. Yaxşı olar. İnşallah. Hə, iş həyatından danışırdıq bayaq. Məsələn, bəzən eşidirik ki, tələbələrin ümumiyyətlə iş tapmaq çox çətin məsələdir. Part-time işlər tələbələrə bəzən vermirlər, tələbədir deyə və ya işə götürürlərsə də tutaq ki, sən satıcı olaraq işə başlamısan, amma sən fəhlə kimi də işləyirsən, xadimə kimi də işləyirsən və ya orada nə bilim məhsulları da yerləşdirirsən, bütün yük sənin üstünə düşür. Sən belə bir şeylər yaşamısan və ya o qədər. O qədər. İlk iş təcrübəmdə bilmirəm də, yəni mən işləməmişəm. Mənə bu qədər maaş deyildi. Ha, okey, əla, yaxşı, bu maaşı mən iş tapmışam. Sevinirdin. Hə, sevinirdim, amma gəldim oranın əsl iç yüzünü gördüm. Hətta mənim bu ixtisasım jurnalistikadır axı belə. Jurnalistika bizim haqqımızda yazır, belə zarafatlar da eləyirdilər. Bayaq da deyirdim, yəni jurnalistikaya da çox belə əyri baxırlar. Bunu da birazdan danışacağıq. Amma əslində görsəm ki, bu qədər şeylər mənim üçün təcrübədir. Gələcəkdə bununla bağlı nəsə bir məqalə də yaza bilərəm. Fərqi yoxdur. Yəni o qədər başqa şeylər də görmüşəm də. Mən belə deyirdim ki, belə şeylər var imiş. Nələr var imiş dedirdir adama həqiqətən də. İlk iş təcrübəmdə, yəni çox çətin idi. Sən satıcı vakansiyasında şirniyyat bölməsi üçün gəlirdinsə də, sən 12-yə kimi yox, məsələn, filan kəs şəxs yoxdursa burada, sən onun yerinə 1-ə kimi də qala bilirdin. Amma bunun üçün sənə əlavə bir ödəniş olunmurdu. Hətta gastronom bölməsində. Və bundan da səndən tələb eləyirdilər ki, onun da, yəni vaxtı keçmiş məhsullarına baxmalısan. Özə deyirəm. Mən də bunu belə jurnalistikada oxumağında verdiyim belə bir şey var. Deyirdim ki, mən bu vakansiyaya gəlmişəm. Niyə ora baxmalıyam? Mənim üçün buna əlavə ödəniş eləyirsiniz ki, bunun haqqında tələb eləyirsiniz. Onlar da buna belə şey eləyirdilər də. Yəni bəyənmirsən çıx get. Bəyənmirsən çıx get. Hətta elə olurdu ki, oranın sahibkarı gəlib, bunu elə burada vurğulamaq istəyirəm. Gəldi içəri, keçdi belə dedi ki, bu satıcı kassirə baxdı, bu şəkildə dedi. Deyir, bunlar nəyə saxlamısınız burada? Salın ambara, oranı təmizləsinlər. Bir-iki dəfə mən özüm, 2-3 dəfə ambarı təmizlədiyim olubdu. Və həmin vaxtı mən dedim ki, mən satıcı vakansiyası üçün gəlmişəm, fəhlə vakansiyası üçün gəlməmişəm. Elə bir şey istəyirsən, sonra təmiz ol, vakansiya aç. İşsiz o qədər insanlar var ki, gəlsin, yaxşı da bir maaş ver, işləsin. O da o şəkildə demiş ki, bəyənmirsən, çıx get. Mən də axır son nöqtə. Bəyənmirəm, çıxdım belə. Çox haqsızlıq olunur tələbə olduqlarına görə və təcrübəsi olduqlarına görə və bilirlər ki, bu adam möhtacdır bu pula, ehtiyacı var olduğuna görə işləyir. Çox istifadə eləyirlər, çox əzirlər tələbələri. Bunu marketlərdə və ya nə bilim ofisant kimi işləyən tələbələrdə də görürük və eşitmişik. İnsanda məncə biraz vicdan olmalıdır. Ən azından düşünməlidir ki, bu adam tələbədir, çox yorulur. Hələ yəni uşaq yaşında deyə bilərik. Çünki çox balaca olurlar o yaşda. Çox incidirlər. İş vakansiyalarında səni narahat eləyən, xoşa gəlməz hadisələr yaşamısan? O qədər. Baxırsan ki, ətir satıcısı kimi səni çağırırlar. Yəni mən də normal olaraq tanımıram həmin yeri. Prosta vakansiyada getmirsən. Yəni ətirdir və ağlına nə gələ bilər ki, sən fikirləşsən ki, bir ətir satan yer, gördüyüm yer. Yəni çünki mən elə bir şey görməmişəm. Konuma atır, mən də konumdan gedirəm, çıxıram, gəlirəm ki, bir bina evi, yəni bu tamam satış olunan yerdən tamam fərqli bir yer. Tamam deyirəm, biraz dişini sıx, sən iş üçün gəlmisən, baxırsan ki, yəni belə bir otağın birini götürüb özü üçün ətir satışı eləyir. Amma bilirsiniz necə? Qorxulu kinolarda olur, belə pilləkənlərdən çıxırsan, ağacın başında. Elə bir yerə getmişdim. Həyəcanlıyam. Adam dəli olar orada. Adam qapını açıb belə yuxulu bir vəziyyətdə. Keç.
keç belə eləyir. Deyirəm ki, sakit ol, özümü sakitləşdirirəm. Telefonu əlimdə hazır tutmuşam, belə videonu çəkib hər an hər şey ola bilər, risk getmisən ora. O da mənə dedi ki, konumunu mənə at, nəsə başına gəlsə, deyəm gəlim, kömək eləyim. Yəni orada adamın başına gəlməsi çox şey var və həqiqətən normaldır qorxa-qorxa getmək. Və sənə elədikləri təkliflər budur. Hara alsan deyirsən ki, məsələn, Gəncəli falan yer belə. Deyim, məsələn, deyək ki, ətir satışı elədin. Restoranlara satış olunur bu arada. Pub restoranlara ətir satışı olunur. Bu artıq başqa şeydir. Yəni ətirdən kənar söhbətlərdir. Ətirdən tamam fərqli bir şeydir. Gedirsən deyir ki, deyək ki, müştəri səndən ətir aldığını bəyəndi. Sən bizim mağazanın kartını verərsən, yoxsa öz nömrəni? Deyim ki, yəni mən niyə öz nömrəmi verim ki? Təbii ki, kartı verərəm. Bəy. Normalda həmin yerin qızları belə səmimi olur, amma sən niyə belə asosial tiplisən? Deyim, necə olmamı gözləyirsən, yəni? Bu iş vakansiyasıdır. Mən bura nə üçün gəlmişəm də, yəni mən. Gülərizdə olmalısan. Bu arada qeyd eləyirlər, bax, bu sırf restoran, pub işində qeyd eləyirlər. Xoş görünüş önəmlidir, gözəl görünüş, pozitiv olmalısan. Yaxşı. Hətta buradan tutursan ki, bu vakansiya nə üçündür? Düşdük. Yəni marketdə də pozitiv olmanı tələb eləyirlər ki, mənim başıma bir şey gəlmişdi pozitiv olmağıma görə. Sırf mənə başqa bir şey adlandırmışlar ki, yəni sən eləsən də, pozitivsənsə də, halbuki yəni bunu səndən administratorun özü tələb eləyir ki, belə olmalısan. Mən nə etməliyəm ki? Yəni belə çox fərqli şeylər. Çox olur, daha çox qızların başına gəlir. İş vakansiyası adı ilə gedirsən, nə çıxır ortalığa ki, sən də yaşamısan. Həqiqətən sözün əsl mənasında çox biabırçı vəziyyətdir. Və yenə nə bilim, sən necə eləyə bilərsən bunu? Etik deyil axı. O nə deməkdir? Sən nömrəni verərsən, verməsən. Mən bura nə üçün gəlmişəm? Çox pis, çox biabırçılıq, yəni. Allah belanızı versin deyirik buradan hamısına. Sonra məsələn, əsas məsələlərdən biri işləyən tələbələrdə qayıb limitləridir və ya qayıb limitləri çox az olur da universitetdə. 4 fəndən kəsildiyim olub qayıbdan. Yola verilmirdi. Yəni mən əslində o müəllimləri də qınamıram. Onlara da çünki söz gəlir, zəhmət gəlir. Ona görə də məcbur qayıbımı yazdılar. Mən də sonra işlədiyim pul aparıb qayıb puluna ver. Adamı yandıran o da axı. Biraz adam pul qazanır ki, bu qədər pul qazanmışam, bundan arxaya. Çünki görürsən ki, qayıb gəldi. Nəsə bir tema çıxır, sən o pulu verirsən ora. Yəni oxumaq və dərslərə hazırlaşmaqla işləməyə çatıra bilirdim, balans qoruya bilirdim. Dərs imtahan ərəfəsidir. Dünya ədəbiyyatından heç yadımdan çıxmır. Dünya ədəbiyyatı çox acınacaqlı fəndir. Yəni sən bundan ən azı o əsərləri falan başdan oxumalısan. Mən də satıcı adını işləyirəm. Oturmuşam, belə qoyuram kitabı, vərəqləyirəm. Düzdür, məndə imtahanlarda nə yaxşı ki, həyəcan yoxdur. Rahat, relaks. Çox relaks. Yəni oxumuşamsa verəcəm də bu imtahanı mən. Gedirdim belə, elə dünya ədəbiyyatından da kəsilmişdim. Səhər adamı yandıran da axı. Getmişəm, mən orada indi videoda durur məndə. Uşaqlar mən dərssəyəm belə, yuxulayıram belə. Əvvəlcə yatmışam. Uşaqlar da bir də görürəm ki, qrup yoldaşım mənə video atır. Deyirəm, bu nədir? Mənim yatdığım yerdə. Deyirəm ki, bunu niyə eləyirsən də, niyə çəkirsən məni? Qrup yoldaşlarımızın qrup atdığı videolar heç etik deyil. Hələ ki sən yatan yerdə çəkiblərsən. Həqiqətən çox çətindir. İşləyə dərs oxumaq. Düzü bəzən olur, müəllimlər çox sağ olsun, insaflı müəllimlərimiz var, yola verirlər. Amma elələri də var ki, sıfırda yazırlar, qaybı da qoyurlar. Və adam pis olur, çünki sən işləmək məcburiyyətindəsən, amma müəllim də yola vermir səni. Tələbəlik həyatında yaşadığın ən ağır təcrübə nə idi səndə? Sənin üçün nə olmuşdu ən ağır? İlk gəldiyim gün idi. Gəncədən Bakıya ilk gəldiyim gün idi. Axşamsa qaldığım yerində pilləkənləri çox qəribə idi də, belə aralarında çox məsafə var. Qaranlıq, mən də görməmişəm, addım atdım yerdə, ayağım şişədə idi. Ayağım yaralandı. Mən də sağ olsun universitetin, canım universitetim məni yola vermədi. Dedi sən gərək Covid olasan ki, mən də xəstəxanadan arayış falan hər şey gətirmişəm ki, mənə icazə versə, çünki yeriyə bilmirəm. Bizim universitet, canım universitetimin lifti də ancaq müəllimlər üçündür. Yəni müəllimlər icazə vermirdi. Yəni sən cavansan, get pilləkənlə, amma ayağım o vəziyyətdədir. Mən pilləkən 5-ci mərtəbədədir bizim də
də fakültə. Necə çıxım mən ora? Mən də neçə vaxt elə qaldım. Elə oradan da kəsildim. O çox pis idi. Ələxüsusda yəni mən otaq yoldaşlarımla aram yaxşı. Aram yaxşı deyil deyəndə, yəni sıx münasibətimiz yox idi. Düzdür, maraqlanırdılar, eləyirdilər, amma belə ayağım üçün özümü bağlamışam onu bir tər ağrı, sızıltı. Yəni çox belə çətin keçib o ayaq ağrısı. Bir tərəfdən ağrı, bir tərəfdən sənə kömək edən, baxan heç kimin olmaması da ağır bir şeydir. Və bu arayış söhbəti həqiqətən çox böyük şeydir. Nə bilim, mən başa düşmürəm ki, niyə universitet mənim ayağım qırıq ola mənə deyir ki, gəl dərsdə iştirak edək. Və mən həkimin imzaladığı rəsmi sənəd aparıram ki, həkim təsdiq edir ki, bu uşağın ayağı qırıqdır. Bu adam ən pis halda 1 ay dərsə gələ bilmir və ya 2 həftə. Qəbul eləmirlər, qayıb yazırlar və heç bir səbəb vermirlər. Mən gərək ölüm döşəyində olum. Gəlsin hamı görsün ki, mən ölürəm, sonra mənə icazə verəsiniz. Biz çünki bunu yaşamışdıq. Bizim starostamızın da ayağı qırılmışdı və o 3 ay universitetə gələ bilmirdi. Bildiyin, yəni qız 50 arabasında da araba ilə gətirmişdilər ki, universitetə görün bu haldadır. Onun da arayışına qəbul eləmədilər. Yəni o axır vaxtlar limitə bir dənə qayıb qalmışdı. Özü zülmlə gəlirdi hər gün dərsə, arabada gəlirdi ki, qayıb yazılsın, kəsilməsin də. Yəni çox belə nə bilim, qəribə mövzudur. Hər yerin sınıb dağılıb ölürsən sən ayaqüstə. İndi xəstə olanda başa düşmək olar, amma yəni mən fiziki cəhətdən hərəkət edə bilmirəmsə, universitetə necə gələ bilərəm? Bu məsələnin hələ də cavabı tapılmayıb. Soruşan deyirlər, prosedur belədir. Niyə bu qədər çətinlik yaşayıram dediyin olub heç? Yəni sual vermirsən özümə, niyə bunlar ancaq mənim başıma gəlir? Eləmişəm. Masazırdan keçmişəm, artıq dərs başlayan əvvəl bu yaxınlarda olub bu hadisə. Tamam, öz ixtisasımla tanışım var. O elə bil ki, yeni bitirib jurnalistikanı. Dedi ki, mən deyirəm ki, könüllülüyə vaxt ayıra bilmirəm. Deyirəm ki, işdən aldığım pulda ingilis dilimə, yəni kursa gedim. Bir də ki, universitet var. Yəni necə eləyə bilərəm ki, könüllülük fəaliyyətimi artırım da. O dedi ki, yəni mən belə deyirəm. Bitirib universiteti. Boşuna yəni könüllüyə falan şey eləmə. Onsuz yəni tanışlıq vasitəsilə ən yaxşı yerlərdə işləyənlər var. Adamı da yandıran odur axı. Mən də özümü bir motivasiyaya kökləmişəm ki, yəni yaxşı olacaq, eybi yox, əla olacaq, hər şey yaxşıdır. Amma o sözü eşidəndən sonra, yəni mama da mənə dəstək olmağa çalışır. Yox, sən yaxşı yerlərdə olasan, belə olasan, bu çətinliklərin sonu yaxşıdır. Mən deyirəm, yox, heç universitetə getməyə həvəsim olmurdu. İxtisasımdan nifrət elətdirmişdilər mənə. Çox pis bir hadisədir, biz onu yaşayırıq. Məsələn, görürük ki, eyni əziyyət çəkirik. Hətta eyni yox. Mən ondan daha çox əziyyət çəkirəm. Nələrsə bilirəm, nələrsə edirəm. Çalışıram ki, gələcəyim üçün nəsə eləyim. Amma görürsən ki, o kiminsə vasitəsinə, ki bu çox yayğın bir hadisədir. Kiminsə tanışlığı ilə, kiminsə vasitəsi ilə gedir sənin istədiyin yerə çıxır və sən çox heyfsilənirsən ki, mən axı əziyyət çəkirdim ora getmək üçün və gedə bilmirsən, çox pis yandırır adam. Bu anlarda səni yenə də buna da rəğmən davam eləməyə vadar eləyən şey nə olub? Eybi yox, bu da olsun, amma filan şeyə görə mən yenə də eləyim. Mən belə eləyirdim. O tanışım məktəb bitirdi filan, getdi kanalda işləyir. Deyirdim ki, olsun. Məndə də belə bir şey var. Öz kanalımı açsın, televiziya kanalım olsun. Adına kimi düşünmüşəm. Filan kontentdə olsun, belə elə. Deyirdim ki, olsun, getsin başqasının kanallarında işləsin. Mən öz kanalımın yaradıcısı olum. Belə şey məni yəni ayaqda saxlayırdı ki. Yəni məqsədin var sənin və istəyirsən ki, yaxşı bir jurnalist kimi yetişəsən. Və hər nə olsa da insanın məqsədi konkret dəqiq olanda heç vaxt başına gələn pis hadisələr hər nə yaşasa da mane olmur ona. Dedi ki, eybi yox, olsun, mən də eləyəcəm. Mən də gedəcəm, daha yaxşısı olacam ki, həyatda həmişə mübarizə aparan insanlar qazanır. Məsələn, yaşadığın çətinliklər çox olur. Bunlar sənə nəyi öyrədib? Ən çox məsələn, yaşadığım filan hadisədən bunu öyrəndim və bu mənim həyatımın dərsi oldu. Yəni nə olub ki, sən bu sözü demisən? Çətinliklər onsuz çox olub. Yəni düşünmüşəm ki, həyatda nə olursa olsun, deməli bu çətinliklər görürəm ki, bunun yolu tamam fərqlidir. Bu daha asan gəlir, amma məndə çətin gəlir. Deyirəm ki, əgər bizim yaşantımız, həyat yollarımız fərqlidirsə, deməli sonumuz da fərqli olacaq. Mənim əgər çox əziyyət çəkmişəmsə, deməli bəhrəsini görəcəm. Yəni daha yaxşı olacam deyə düşünürəm də. Belə bir şeylə həyatda qalmağa çalışıram. Düşüncələrin və fikirlərin çox fərqlidir həqiqətən. Və həmişə pozitiv düşünməyə çalışmısan, həyatla mübarizəndə bu sənə çox kömək eləyir. Məsələn, çətinliklərə qarşı apardığın mübarizədə bunu görürük ki, yəni pozitiv olmaq düzü yaxşıdır. Bəzən insan
çox düşür, ən dibə düşürsən, pozitivliyində bir şey yaramır. Amma yenə də hadisələrə başqa gözlə baxmaq həqiqətən çox böyük təsir eləyir sənin həyatla apardığın mübarizədə, qarşılaşdığın çətinlikləri həll etməkdə. Ona görə çalışmaq lazımdır ki, məqsədinə doğru gedəsən. Onsuz heç bir uğur asanlıqla qazanılmır. Amma yenə də bilirsən ki, ən azından inanırsan, o insan içində bir hiss olur. Bu da olur, amma mən bilirəm ki, bu əziyyətlərin axırı yaxşı yerə gedəcək. Bir gün arxaya baxıb deyəcəm ki, mən nə əziyyətlər çəkmişdim, amma bəhrəsini indi görürəm. Onsuz yəni mən belə bir yapım var ki, mən asan olunan şeylərə daha çox maraq göstərən bir insan deyiləm. Çətin olsun, necə çətin olsun, özüm eləyim. Sonda baxım deyim ki, mən eləmişəm. Fəxr eləyəsən özünə. Amma yoxsa mənə də misal üçün tanışlarımdan təklif var idi ki, sən get tarixi oxu qiyabi şəkildə. Gəl sən məhkəmədə özümüz işçi kimi düzəldək işdə. Amma mən düşünürdüm ki, mən məhkəmə sferasında olmaq istəmirəm. Mən tamam fərqli bir sferanı istəyirəm. Niyə kiminsə yaxşı olan birinin yerini tutum mən? Mən şəxsən ona belə tamam fərqli baxırdım, istəmirdim, yox deyirəm. Çox yaxşı düşüncədir. Bu kaş hamı belə düşünsə. Və hətta belə bir şey var, deyək ki, mən onu qəbul elədim, o şəkildə düşünmədim. Sabah daha çox əziyyət çəkən biri, deyək ki, məni gətirən tanışım başqa bir yerə təyinat aldı, getdi. Mənim yanımda həmişəlik olmayacaq ki. Düzdür, hə. Məndən daha yaxşısı gələcək, məni çıxardacaqlar. Sən, yəni neynəmsən ki sən? Onun şotuna mənim işim getmiş olacaq. Yəni belə şeylər də heç yaxşı bir şey deyil. Bu qədər çətinliyin arasında həyatla mübarizəni belə apardığın dövrdə, dönəmdə ən çox kimdən dəstək görmüsən? Yoxsa sadəcə özünü dəstəkləmisən? Özüm özümə elədiyim, yəni verdiyim dəstək daha çoxdur. Biraz da yəni mamadan sağ olsun o dəstək verir mənə. Mamaya çox-çox təşəkkür edirəm. Mamalar həmişə uşaqlarına, hələ qızlarına çox dəstək verirlər. Mənim də anam məsəl üçün düz nəsə olur, adam biraz istəmir getsin desin, həm ki pozulacaq, həm də danlayacaq səni müəyyən dərəcədə. Amma həqiqətən valideynlərin verdiyi dəstək çox fərqli olur. Özünü safe hiss eləyirsən ki, yox da olsun, mama mənə yaxşı söz dedi, inanıram. Mamaların da uşaqlara olan inamı heç vaxt ölmür axı. Çox sağ olsun mamalarımız bizi heç vaxt tək qoymurlar. Artıq sonlara doğru soruşmaq istəyirəm ki, sən bu universitetdə, tələbə həyatında, cəmiyyətdə insanların, ümumiyyətlə iş həyatında, kirayədə və s. kimi tələbələrə qarşı olan münasibətlərində nəyi dəyişmək istəyərdin? Ümumiyyətlə ən çox nəyin dəyişməsini istəyirsən bu tələbə sferasında? Belə bir yenə iş həyatından bir misal çəkmək istəyirəm. Hansı ki, mən ofisiant işlədiyim bir vaxtda həmin restoranın sahibi Bakı Dövlətdə müəllim işləyirdi. Məni də işə götürən, yəni restoranın sahibi o idi, adını çəkməyim. Nəysə, o adam məni işə götürmüşdü, amma bir gün işlədiyim elə bil ki, əmək haqqını verməmişdi mənə. Tələbə olduğumu bilirdi və sənin o ofisiant kimi işləyəndə orada bir oğlan var idi. Həm kassada otururdu, həm ofisiant kimi, yəni çox belə oiz qaça-qaç işləyirdi. Mən də bir təhər ona kömək eləyirdim və hətta deyim ki, həmin o restoranın arxa hissəsi, mətbəx hissəsi deyiləsi deyildi. Yəni ki, mən şoka düşürdüm ki, bu adam oxuyub, dünya görüşü var, belə bir yer işlədir və tələbə olan bir şəxsə də belə bir münasibət göstərir. Yəni səbəb nədir? Ona görə düşünürəm ki, həyatda nə qədər hər şeyim olsa belə çalışan qədər içimdəki o əsl laləni itirməyim. Yəni mən hər kəsə də belə tövsiyə vermək istəyirəm. Bizə burdan qulaq asanlara demək istəyirəm. Elə onu soruşacaqdım. Nə istəyirsən tələbələrə deyəsən? Bəzən olur ki, insan çətinliklə qarşılaşanda o həyat onu elə yerə gətirir ki, öz içindəki insanı, necə deyək, o içindəki uşağı belə susdurur, tamam başqa bir divar hörür özünə. Amma bu yəni nəyə bilər? Həmin insandakı qorunma yöntəmini belə görür. Amma mən elə bir insan olmaq istəmirəm. Necə varamsa elə indiki Lalə necədirsə, bundan bir 10 il, 15 il sonrakı Lalə də elə olmağını istəyirəm. Olduğun kimi qalmaq istəyirsən. Heç bir şərt səni dəyişməsin. Aha. Və məncə insan çalışmalıdır, həmişə o içindəki vicdanı və içindəki uşağı öldürməsin. Çünki o içimizdəki öldüsə artıq səni heç nə düzəldə bilməz. Və yəni ümidvarıq ki, nə vaxtsa cəmiyyətin bu tələbələrə qarşı olan təzyiqi, tələbələrə yuxarıdan aşağı baxması, onları bu qədər əzməsi dəyişər. Düzü var, vicdanlı insanlar da var, amma həqiqətən elə situasiyalar görmüşük ki, insan yəni dilinə gətirmir desin və heç nə təhsildən ibarət deyil. Təhsilli adamlar da bunu eləyir. Təhsil olmayan adamlar da bunu eləyir. Tələbələrə qarşı cəmiyyətin yaratdığı o böyük bir, bu tələbədir, buna olar, bunu əzmək olar fikri ümidvarıq ki, qalxar ortadan.
Başqa demək istədiyin nəsə var burdan tələbələrimizə? Başqa demək istədiyim, məhkəm olun. Dağ kimi dayanın hər şeyin qarşısında. Yəni deməyin ki, mən bəzən elə situasiyalar yaranır ki, biz buna belə eləyirik. Sabah deyir ki, yox, yəni pis bir şeylə qarşılaşandan sonra mən dəyişəcəm. Bir də insanlara yox, savajı başqa elə bir şey adam olmur ki, Təbii yəni ki. hər insan eyni deyil. Hər necə deyək, hər fərd tamam fərqlidir də. Yəni sən o şəxs elədirsə belə olmalıyam demək deyil ki. Yəni ona görə özünüz olun. Daim mübarizədə olun. Heç vaxt Yerə vaz keçməyin. düşməyin. Sizin ən böyük ana, ata bunlar okey, dəstəkçi olurlar, amma onların sevgisi yoxdursa mən necə yaşaya bilərəm? Bu düşüncədən çıxın, siz özünüz olun, özünüzə dəstək verin. Yəni belə bunlar deyə bilərəm. Çox sağ ol Layla. Çox qəşəng bir söhbətimiz oldu və ümidvaram ki, bütün tələbələr bu videoya baxandan sonra ən azından, yəni ümidvarıq ki, onlar üçün nə isə dəyişmiş olduq. Bir daha təşəkkür edirəm gəldiyin üçün. Ümidvaram həyat sənin üçün ən qəşəng qapıları açar üzünə. İlk bölümümüzü burada sonlandırırıq. Sağ olun, sağlıqla qalın. Daha maraqlı videolar üçün bizi izləmədə qalın.